Hazırıq Zəhra xanım, başlayaq. Tamam o zaman. Bugün nədən danışacağıq? Keçmişdən, keçmişin yüklərindən qurtulmaq istəyib bir türlü qurtula bilmədiyimiz o keçmişdən. Amma dünən bizə duyğusallaşdırdınız. Bugün nə mi? Nə zaman bitirəcəyik bu duyğusallığımızı? Ay sağ ol, əsas nöqtə burdadır. Duyğusallaşmalısan ki, daha sonra daha yaxşılaşa biləsən. Ağlamalısan ki, daha sonra gülə biləsən. Siz məni ağlatmamış buraxmayasınız deyə. Amma keçən həftə biraz ağlatmışam. Xoşuma gəldi. Necə istəyirsən özünü? İndi yaxşı. Keçmişi hər zaman çiyinlərimizdə hiss etməkdir əsas məsələ. Niyə çiyinlərimizdə hiss edirik? Niyə hələ də ondan qurtulmaq istəyirik, amma qurtula bilmirik bir türlü? Bunu vadar edən bizə nədir ki, biz bunu indiki anımıza qədər gətirmişik və gələcəyimizə də daşımaq istəyirik. Və keçmişdə nəyi unutmaq istəyirik? Keçmişlə bağlı hansı travmalarımız var? Keçmiş deyəndə ilk ağlımıza hansı kadrlar gəlir? Məsələn, sən çox beceriksizsən, türklər demişkən, sən anlamırsan, bir işi görə bilmirsən. Bu şəkildə yarğı ilə böyüdüldüyümüz üçün artıq biz başqası ilə özümüzü müqayisə edirik. Cavab vermirsən ki? Özüm cavab verirəm yenə həmişəki kimi. Keçmiş deyəndə yəqin ki, uşaqlıq gələcək də. Tamam, uşaqlığımı dedim. Amma keçmişdə bağışlaya bilmədiyim duyğular da var. Keçmişdə yaşadığım hadisələr, onlara qarşı yanaşma tərzim, keçmişlə bağlı olan travmalar. Keçmişlə bağlı travma deyəndə əksər bir insan nə problem yaşaya bilər, nə travma yaşaya bilər. Yəni çox vaxtı valideyn olur və yaxud da məktəbdə nəsə olanda. Bəli. Bu terapiyalarda, bu texnikalarda biz bir insana necə keçmişi rahat buraxmaq lazımdır, onu öyrədəcəyik. Amma ilk öncə yazmaq lazımdır. Yazıb yandırmaq lazımdır. Bu dəfəki texnikamız yaz yandır texnikasıdır. Və biz keçmişlə bağlı hansı travmalarımız varsa, hansı kaşkilərimiz varsa və keçmiş deyəndə ağlımıza hansı nüanslar gəlirsə, məni incidirsə, harda yaralanmışamsa, onların hər birini bir-bir məktuba yazıb, məktub halında yazıb, keçmişdən hansısa bir insana söhbət edə bilərsiniz bunu. Yaza bilərsiniz. Mənə niyə bu cür davrandın? Niyə mənə bunu hiss etdirdin? Niyə əksik böyütdün məni? Niyə və s. suallarınızı da yaza bilərsiniz. İstəyirsiniz lap təhqir edin. Nə istəyirsinizsə yaza bilərsiniz. Burada sərbəstsiz. Və bunu yazandan sonra artıq mən keçmişimi bağışlayıram. Keçmişim mənim bu günümə əngəldir. Bunun fərqindəyəm. Özümü rahat hiss edirəm. Keçmişimi bağışlayıram. Özümü bağışlayıram. Keçmiş mənim keçmişimdir. Onları olduğu kimi qəbul edirəm. Və daha sonra bu cümlələri ifadə edib başlayacağıq o kağızı yandırmağa. Yağındırandan sonradır əsas mövzu. Meditasiya anını yaşayırıq. Ayaqlarımız yenə də dik şəkildə. Yəni ayaqlarımız yerə basılı şəkildə olmalıdır. Onurğamız dik şəkildə olmalıdır. Amma bu dəfə əlimiz meditativ vəziyyətdə, bu şəkildə önümüzdə. Dərinə nəfəs alırıq. Gözlərimizi yumuruq. Amma bu texnikanı yazandan sonra etməliyik. Gözümüzü yumuruq. Dərinə nəfəs alırıq. Bir neçə saniyə sadəcə nəfəsinə fokuslan. Əsnəyə bilərsiniz bu arada, ağlaya da bilərsiniz. Əsnəyə də bilərsiniz, ağlaya da bilərsiniz. Bunların hər biri sizin enerjinizin sizdən çıxması deməkdir. Yəni burada sərbəstsiz, özünüzü qısıtlamayın. Nə istəyirsiniz onu yaşayırsınız. Ayaqlarımız yerə basılı şəkildə, əllərimiz bu formada. Gözümüzü yumuruq. Dərinə nəfəs alıb veririk. Bir neçə saniyə sadəcə nəfəsinə fokuslan. Çiynindəki, belindəki, başındakı bütün yükləri xatırla. Üzərinə qoyulan məsuliyyətlər, insanların səndən gözləntiləri, yaxşı övlad olmaq hissi, ən uşaq yaşdan, ən kiçik yaşdan
yaşamaq istədiyib yaşaya bilmədiklərimiz, sevgisiz böyüməyimiz, bəzən qəlbqırıcı sözlər deyildiyi halda buna dözməyimiz, susmağımız, bunların hər birini gözünün önündən keçir. Keçmişlə bağlı yaşaya bildiyin və yaşaya bilmədiyin bütün duyğuları. Keçmiş deyəndə, travma deyəndə hansı travmanı xatırlayırsan? Hansı hadisələr gözünün önünə gəlir? Bunların hər birini xatırla. Bunların hər biri sənin çiynində, kürəyində bir yükdür. Bu yükdən qurtulmaq istəyirsən həqiqətən də. O zaman əllərini tam şəkildə aç, yanlara doğru. Bütün duyğuların gözünün önündən keçsin. Çiynindəki yüklərdən azad olmaq istəyirsənsə, hər iki əlini yanlara aç və əllərinin içərisində bir meşoqun olduğunu düşün. Keçmişlə bağlı bütün travmalarını, yaşanmışlıqlarını, qurtulmaq istəyib qurtula bilmədiyin duyğuların hər birini yavaş-yavaş onlara doldur. Hər iki əlin arasında həmin o meşoqun olduğunu düşün. Əllərini yavaş-yavaş önə doğru gətir. Saxla və hər birini yığ. Beynindəki düşüncələri, çiynindəki düşüncələri, keçmişlə bağlı olan bütün travmaları, meşoqun içinə yığ və hər birini yığdığından əmin ol. Əmin ol ki, keçmişinlə bağlı hər bir şeyi əlinin arasındakı o meşoqun içərisinə atmısan. Onu bük və irəliyə doğru get. Düşün ki, orada bir qayalıq var, dəniz var. Bu meşoqu dənizə at. Dənizin ləpələri onu tamamilə gözdən itənə qədər tam dərinə aparsın. Dərinə nəfəs al. Nəfəsini ver. Artıq hiss edirsənmi çiynindəki, kürəyindəki yüngüllüyü, zehnindəki, beynindəki yüngüllüyü, bədənindəki yüngüllüyü. Tamamilə hiss et. Hər nəfəs alıb verdiyin zaman bu yüngüllüyü daha çox hiss edirsən. Bədənin tamamilə boşalır. Keçmişimi bağışlayıram. Onlardan qurtulmağı seçirəm. Özümü rahat hiss edirəm. Aydınlanmış hiss edirəm. Zehnim, çiynim, kürəyim, bədənim tamamilə rahatdır. Özümü olduğum kimi qəbul edirəm. Keçmişimi qəbul edirəm. Və keçmişimdən azadlıqla, asanlıqla, rahatlıqla qurtuluram. Mən mənəm, yeni mənə xoş gəldim. Dərinə nəfəs al və gözlərini hazır hiss edəndə aça bilərsən. Bu texnikanı etdikdən sonra artıq içimizdəki məni tapmış oluruq, keçmişimizi bağışlamış oluruq. Keçmişimizdəki məni düşündüyüm zaman özümü daha rahat, yüngülləşmiş hiss edə bilərəm. Necə hiss etdin özünü? Məndə bir nöqtədən sonra sanki getdi. Yəni tam o adaptasiya ola bilmirdim. Yəni ümumiyyətlə belə sanki beynim tabe olmur. Çünki dirənc göstərir. Bəlkə də qurtulmaq istəyib qurtula bilmədiyi hansısa bir düşüncələr var. Və qurtulmağa da hazır deyil. Hazır hiss etmir özünü. Bunu özünü hazır hiss edəndə istədiyin zaman açıb baxıb edə bilərsən.
Bu texnikanı etməyimizdə məqsəd keçmişimizdən tamamilə qurtulmağımız üçün, keçmişimizlə barışıq olmağımız üçün və özümüzü daha rahat hiss etməyimiz üçündür. İnanıram ki, izləyicilərimiz də özlərini rahat hiss ediblər, yaxşı hiss ediblər. Bunu rəylərin əsasında biz biləcəyik. Keçmişimizlə bağlı başqa nələrə toxunmağımı istəyərdin? Bununla bağlı bir sorğu keçirtmişdik. Hansı suallar var? Necə suallar səsləndirmək istəyirsən? Bunlardan elə birincisi keçmişimdən necə qurtulum? Daha sonra Necə barışım? Barışmağı da dedik. keçmişimlə necə barışım? Keçmişim önəmlidirmi? Keçmiş həqiqətən önəmlidirmi insan üçün? Bəli, keçmiş bugünümü inşa edir. Keçmiş bugünümü inşa edir. Əlbəttə önəmlidir. Amma onu yaşatmaq, canlı saxlamaq önəmsizdir. Keçmişinlə bağlı travmalarım varsa, yaşanmışlıqlarım varsa, kaşkilərim varsa, o kaşkini elə ki, yaxşı kiyə çevrilsin. O kaşkinin içində biz amma qalırıq, ona həll yol tapmırıq. Həll etmədiyimiz üçün avtomatik olaraq biz elə keçmişdə qalıb gələcəyimizə fokuslana bilmirik. Və mən bunu kitabımda da qeyd etmişəm. Afirmasiyaları ucadan deyəcəksiniz. Hər gün güzgünün qarşısında digər tapşırıqları necə ediriksə, bunu da həmin o tapşırıqların yanına ekləyəcəyik. Mən başlamaq istəyirəm. Mən azad oluram. Mən başlayıram. Mən bütün gərginliyimdən azad oluram. Mən bütün gərginliyimdən azad oluram. Mən bütün qorxularımdan azad oluram. Mən bütün qəzəbimdən azad oluram. Mən günah hissindən azad oluram. Mən qəm və kədərdən azad oluram. Keçmiş fikir və təsəvvürlərimdən azad oluram. Azad oluram və dinclik tapıram. Özümlə barışıram. Həyatın gedişatı ilə barışıram. Mən əminlik içindəyəm. Həyatın axışına güvənirəm. Həyatın axışı mənə nəyi gətirəcəksə, onu yaşamağı seçirəm. Bu afirmasiyaları 2 və yaxud da 3 dəfə təkrarlayırsınız. Hər dəfə bunu yazıb bir yerdə qoya bilərsiniz, gözünüzün önündə olsun. Bir vərəqə yazın, harda daha çox vaxt keçirdirsinizsə, ora qoyun gözünüzün önündə. Hər dəfə, hər gün 2-3 dəfə bunu səsləndirin. Və gün ərzində beyninizi narahat edən hər hansısa bir fikir yaranan kimi güzgünüzü çıxardın və bu afirmasiyanı yerinə yetirin. Onları tez-tez də təkrarlayın ki, diliniz alışsın və gündəlik vərdişlərinizdən birinə çevrilsin. Olduğu zaman mən bunları efirdən sonra hər birini bir-bir qeyd edim. Mütləq şəkildə. Növbətdə və soruşacağam. Mən məsuliyyətsiz damğa salmaq istəmirəm. Həyatımızda baş verən hər şey bizim kimliyimizi göstərir bizə. Bunu unutmayaq. Həyatımızda baş verən hər bir hadisəyə şükür etdiyimiz an biz o nirvanaya çata bilərik. Bəli, çox təəssüf ki, mən bugün yenə çox az danışdım. Amma gələn dəfə mütləq ki, çox danışacağam. Gözləyəcəm. Belə, bugünlük bu qədər. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Təşəkkür edirəm gəldiyin üçün. Yenidən Mən mənimlə təşəkkür bərabər edirəm olduğun Zəhra üçün. xanım. Texnikaların hər birini edib, bunun haqqında fikirlərinizi yazmağı hər ikiniz unutmayın. Həm izləyicilərimiz, həm sən. Hələlik, növbəti verilişdə görüşərik.